Xanımlar, kollega yoldaşlarımızla oturmuşuq bax burada belə qəşəng çay süfrəsində və mən xanımları sizə təqdim etmək istəyirəm. Xanımlar fabrikə necə qoşulub, ixtisasları nələrdir, bunları eşitmək istəyərdim. Mehriban xanım, buyurun, siz də eşidək. Axşamınız xeyir olsun xanımlar, xoş gördük. Çox şadam ki, sizin belə gözəl nasta, gözəl rəhbərləriniz var, güclü rəhbərləriniz var. Və mənim adım Abışova Mehriban. Mən 18 ildir fabrikdəyəm. 18 il bundan qabaq qoşulmuşam. Evdar xanım idim. İxtisasla mən mühasibətçiyəm. Yəni Azərbaycan İqtisadiyyat Universitetini bitirmişəm. O vaxtda narkoz deyilən bir universitet. Və fabrika qoşulandan sonra artıq mən öz güvənim artıb, mən artıq yəni ailədə öz sözümü deyə bilmişəm. Və çox şanslıyam ki, mən düzgün seçim eləmişəm. Sizə də arzulayıram. Kim fabrikdə deyilsə, mütləq fabrikə gəlsin. Fabrikdə olanlar mütləq qızlar, qabağınıza məqsəd qoyun, işləyin, çalışın. Çünki nə varsa fabrikdə var. Mənim böyük oğlum bu hesabı 26 yaşlı olacaq. Mən fabrikin sayəsində oğlumu oxutdurmuşam. Oğlum da Bakı İqtisadiyyat Universitetini bilir. Hal-hazırda magistraturu da bitirib və doktoranturu da Polşadadır. Və bəli, mən nə eləmişəm? Məsələn, uşaqlarıma fabrik sayəsində eləmişəm. Çox şükür bu günümüzə. Allah qazancınızı bol eləsin, Mehriban xanım. Özüm də fabrikdə təsdiqlənmiş qızıl rütbədə olan direktoram. Böyük komandam da var. Və xanımlar, hər kəsə arzulayıram ki, hər qadın, hər xanım, yəni evdar xanımı öz ayaq üstə durmağa bacarsın və evdə də öz sözünü deməyə bacarsın. Uğurlar sizədir və sizin komandanız. Çox sağ olun. Siz də sağ olun. Cəmilə xanım, siz də işlək. Mən ixtisasım stomatoloqam. Fabrikdə 10 ildir ki, fabrikdəyəm. Çox şadam ki, fabrikdə varam. Belə gözəl bir komandamız var. Mehriban, ən çox mehriban, böyük bir ailə kimi. Çox xoşuma gəlir. Lütfatan məntəqəmizin rəhbərçisizmi? Çox sağ olun, təşəkkür edirəm sizə də Cəmilə xanım. Sizə uğurlar. Çox sağ olun və brilliant direktorumuz Zehra xanım. Axşamınız xeyir komandamın gözəl xanımları. Biz bu günlərim seminardan sonra belə oturmuşuq, kollega yoldaşlarımız və komandamda olan gözəl xanımlar. Həqiqətən də burada olan hər kəs ikinci dəfə, üçüncü dəfə daha çox gəlmək istəyir. Hər birimiz sıfırdan başlamışıq bu işə. Kimsə bizi gəlib əlimizdən tutub bu masaya, bu yerə gətirib qoymuyubdur. Mən sizlərə tövsiyə görmək istəyirəm ki, arzularınızın arxasıca gedəsiniz. İnsan həyatını dəyişmək istəyirsə, o insanın özündən asılıdır. Ona görə də düzgün yerdəsiniz, düzgün komandadasınız. Ümid eləyirəm ki, növbəti dəfələrdə inşallah gözəl nəticələrinizlə yanımızda olacaqsınız. Çox sağ olun Zehra xanım. Sağ olun. Təşəkkür. Və Ümidə xanımı da eşidək. Çox sağ olun. Fəhmə xanım, minnətdaram. Doğrudan da biz yəni ki, başqa komandalardan olsaq da bizim elə ən böyük mehribançılığımız fabrikdə bütün kollegaların bir-birinə mehribançılığı ondan irəli gəlir ki, görün nə gözəl şirkətdir ki, bu qədər xanımları bir əhatədə mehribancasına qoruyub saxlaya bilir. Demək ki, bu fabrik şirkətində bütün xanımlar, yəni ziyalı xanımlar, həm həkimi, həm müəllim, mən ixtisaslı həkiməm. Öz sahəmi çox sevmişəm, 5 yaşımdan həkim olmaq istəmişəm. Şükür Allaha da o sənətə yiyələnmişəm. Sadəcə fabrik isə məni xoşbəxt edibdir. Nə barədə xoşbəxt edibdir? Mənim ən çətin anımda ruhuma sevgi gətirən bir hissləri elə ki oyadıbdır. Mən bu sevgi ilə bu işdə uğurları əldə eləmişəm və düşünürəm ki, daha da böyük uğurlar əldə edəcəm və öz arzularımı həyata keçirəcəm. Uğurlarınız bol olsun Ümidə xanım. Minnətdaram sizə. Və Röya xanım, siz də eşidək. En güzel sözləri xanımlar dedi. Mən də onu deyirəm ki, həqiqətən də öz həyatımı, özümü bu şirkətlə, bu işlə çox dəyişmişəm. Həqiqətən də dünən Zöhrə xanıma deyirdim ki, mən bu işlə özümə o qədər gözəlliklər yaratmışam ki, nə yaxşı ki var bu şirkətimiz, nə yaxşı ki var bu işimiz. Və özümə güvənirəm, axıra qədər də gedəcəyim inşallah. İnşallah uğurlarınız bol olsun. Xanımlar, hər birinizə təşəkkür edirəm. Hər biriniz uğurları bol olsun və komandama da demək istəyirəm ki, xanımlar çalışın. Bu cür uğurlu xanımların içərisində, yəni çalışmamaq mümkünsüzdür. Siz də uğurlu olmalısınız, siz də bu yerlərdə olmalısınız. İnşallah ki, hər biriniz bunu bacararsınız.